Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. 16-22 mart aralığında baş verəcək olaylardan və astroloji proqnozlardan sizə bəhs edəcəm. Ramazandır, Ramazan sonuna doğru gedirik. Allah Taala tutduğunuz oruçları, elədiyiniz ibadətləri qəbul eləsin. Bu həftə bir bürc dəyişimi dönəminə qədəm qoyuruq. Belə ki, martın 20-sində, yəni bu həftənin içində Günəş Balıqlar bürcünü tərk edib Qoç bürcünə daxil olacaq. Bu da zodiak ilinin başlanması deməkdir. Zərdüştülük, Avesta təqvimi ilə, ümumiyyətlə Günəş təqvimi ilə yeni dövrün başlanması deməkdir. Balıqlar bürcündə bir-birinə qarışan olaylar, şərin xeyirlə bir yerdə belə deyim, gizləndiyi bir dönəm adlanırsa, Qoç bürcündə bu artıq hər tərəf öz tərəfini seçmək dönəmidir. İstər ictimai, siyasi, istəyir hərbi, iqtisadi yönümdə artıq gizlinlər ortaya çıxacaq. Bəzi məqamlarda dediyim kimi şər xeyrə bürünüb gizlənmişdisə, gizli müəmmalı olaylar olurdusa, bu dəfə artıq o qaranlıqlara işıq düşəcək, kimin kim olduğu bilinəcək. Deyə bilmərəm, sülh həftəsidir. Əslində astronomik göstəricilər bunu göstərir. Amma təəssüf ki, yerdə bəzən o göydən gələn informasiyaları tərsinə çevirmək iqtidarında olan, arzusunda olan, istəyində olan insanlar da olur, qüvvələr də olur. Ona görə ora biz qarışmayaq. Çünki astrologiya tam onu əhatə edə bilmir. Burada fərdlərin öz iradəsi var. Ayrı-ayrı fərdləri də ümumiləşdirib demək bəzən effekt vermir. Ona görə ancaq arzu eləyək ki, bu bayramlar ərəfəsində, istər Novruz bayramı, istər Ramazan bayramı ərəfəsində Allah Taala dualarımızı eşitsin, dünyamıza sülh gəlsin, insanlar arasında münasibətlər normal şəkildə bərqərar olsun. İndi keçək ayrı-ayrı zodiak işarələrinə görək ümumi vəziyyət necədir. Qoç bürcü. Dediyim kimi girişdə sizin bürcünüz martın 20-sində artıq hakim olur. Yəni həftənin 4-cü günündə artıq sizin bürc göy qübbəsinə hakim olur. Bu da deməkdir ki, həmin dövrdə, xüsusən 20, 21, 22 bu 3 gündə xüsusən də sizə hər hansı bir zərər gələsi deyil. Hamıdan enerjili, şanslı olacaqsınız. Amma o vaxta qədər təmkinlə davranmaq, bəzi xüsusən də sənədlərlə bağlı, bəzi söz verdiyiniz məsələlərlə bağlı daha diqqətli olmalısınız. Xüsusən də martın 18-də və 19-unda iştirakçı olduğunuz proseslərə çox diqqətlə, ehtiyatlı və tədbirli yanaşmalısınız. Bayram günlərində səfər və ürəyinizə yaxın adamlarla bir arada olmaq kimi tövsiyələr də var. Boğa bürcü. İxtiyarınızda kifayət qədər təzadlı bir müddət durur. Proseslərin inkişafı gah müsbət, gah mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də tam bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan, uzaq yola çıxmaqdan, xüsusən də riskli pul sövdələşmələrinə getməkdən vaz keçməlisiniz. Martın 18-də isə səhhətinizi qoruyun. Əkizlər bürcü. Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahsızlığınızdan şikayətləri bu ola bilər. Daha çox oruçluqla, oruç tutmaqla bağlı irəli gələ bilər. Hər halda bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz, bərpa prosesinə qoşulmalısınız. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini özünüzdən daha çox, kənardan daha çox özünüzdə axtarın, tapacaqsınız. Bu həftə əlinizə düşən pulları boş məsrəflərə də xərcləməyin. Ayın 18-də mübarək yerlərə səfər etməyiniz tövsiyə olunur. Xərçəng bürcü. Martın 18-nə qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Ola bilsin ki, iş yerində və ya qonşuluq münasibətlərində də gərginlik hökm sürsün. Bunun öhdəsindən gəlsəniz, 18-dən sonraki günlərdə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında hər hansı bir çətinlik çəkməyəcəksiniz. Düzdür, bayram günlərinə düşür, amma bayram günlərində də nəsə işgüzar söhbətlər aparmaq, sövdələşmələr aparmaq bəzən rahatlığa bilir insanı. Gələcək büdcənizi də indidən planlaşdırın. Şir bürcü. Bu aralıq bürcünüz üçün ciddi seçim ərəfəsi olacaq. Yol ayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə konkret addımlar atın. İnsanlarla umuküsüləri bir tərəfə atın. Bayramdır, Ramazandır, Novruzdur, barışıq xəttinə düşmək yaxşı olardı. Həm də dostlarınız azalmaq üzrədir. Halbuki astrologiyada deyilir ki, şirləri ayaqda saxlayan onların dostlarıdır. Dostlarınızın sayını artırmaq xəttində tutsanız yaxşı olar.
Qız bürcü. Bütün vacib iş və planlarınızı martın 19-una qədər həyata keçirməyə çalışın. Çünki həftənin məhz bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq, yəni bayrama qədər. Ulduzlar daşınmaz əmlak alış-verişindən uzaq olmağınızı məsləhət görsə də, biznesin digər sahələrində uğurlara yaxın olacağınızı bildirir. Şənbə günü diqqətli olun, səhhətinizi, enerjinizi qoruyun. Tərəzi bürcü. Ulduzların düzümü çərşənbə gününə qədər, yəni axır çərşənbəyə qədər ümumi işlərinizdə passivliyin hökm sürəcəyini xəbər verir, yəni 3-cü günə qədər. Çox güman ki, bu Novruzla bağlı ola bilər. Həmin günlərdə yeni müqavilə və təkliflərdən boyun qaçırmalısınız. Sonraki müddətdə isə, yəni 4-cü gündən o tərəfə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. Əqrəb bürcü. İxtiyarınızda olan bu aralıqda hansısa qeyri-adi, ciddi müvəffəqiyyətlər yaxud da uğursuzluqlar yoxdur. Yəni tam sərbəst öz həyatınızı özünüz tənzimləməlisiniz. Yəni bütün planları özünüz qurmalısınız. Yəni ulduzlardan nəsə gözləməyə dəyməz. Xüsusən də martın 17-sində və 19-unda diqqətli olsanız münasibətlər müstəvisində qalan günlərdə hər hansı bir çətinlik olmayacaq. Pul məsələlərində qabartmayın, alacağınız varsa onu təmkinli şəkildə dilə gətirməyiniz yaxşı olar. Çünki bu ərəfədə, bu bayram ərəfəsində qeyri-adi gəlir gözlənilmir. Ona görə boşuna özünüzü yormağa dəyməz. Oxatan bürcü. 19-21 mart aralığında bəzi qalmaqallı proseslərlə üzləşə bilərsiniz. Yəqin ki, bizi eşidəndən sonra bunun qarşısını alacaqsınız. Bayram günlərində, Ramazan günlərində belə şeylərə getməyəcəksiniz. Həmin ərəfədə hansısa bir danışıq, nəyisə təzədən qurmaq, sonra təklifləri dəyərləndirmək olmasa yaxşıdır. Yalnız belə ailə zəminində, münasibətlər zəminində bayram ovqatlı günlər keçirməyə çalışmalısınız. Neytral olun o bir məsələlərdə. Amma 19-21 martı çıxsaq, qalan ərəfələrdə ideal dönəm yaşayacaqsınız. Oğlaq bürcü. Martın 18-ni və 19-unu nəzərə almasaq, həftənin qalan günləri ürəyinizcə olacaq. Amma gərək, necə deyərlər, bir əldə iki qarpız tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma ərəfənizdir. Gərək Allaha zidd olan addımlar atmayasınız. Su tökən bürcü. Xırda mübahisələri nəzərə almasaq, bu həftə sizin üçün normal bir zaman kəsiyi olacaq. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Əksinə, təmkin nümayiş etdirməklə öz ideyalarınızı qarşı tərəfin beyninə tədricən yeritməyə çalışın. Çünki dünyanı indiyə qədər düzəldən olmayıb, tam şəkildə bundan sonra da olmayacaq. Heç böyük hökmdarlar, peyğəmbərlər də bunu tam bacarmayıb. Ona görə öz çərçivənizdə bu addımları atıb yaxın ətrafınızı işıqlandırsanız daha yaxşı olar. Balıqlar bürcü. Ötən həftə ilə müqayisədə martın bu ərəfəsinin sizə böyük əhəmiyyət olacaq. Xüsusən də girişdə dediyim kimi, bu həftənin ilk 4 günündə hələ ki siz hakimsiz, hakim bürcsüzsünüz. Ona görə ruh yüksəliyiniz yüksək səviyyədə olacaq. Ətrafınızda siz anlayanların sayı artacaq. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr də istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın da qayğısına qalmalısınız. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun, kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.